Qazaxda maşının divara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, biri isə yaralanıb. Qəzada həlak olan 24 yaşlı Nicat Aliyev hərbi polisin əməkdaşı olub. Qeyd edək ki, hadisə zamanı 29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Sabirabadda yük maşını ilə avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Sabirabad rayon mərkəzi xəstəxanasından verilən məlumata görə vəziyyəti ağır olan şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün elmi tədqiqat, travmatologiya və ortopediya institutuna təxliyə olunub. Dekabrın 21-i saat 20:20-də bir nəfər Sabirabad rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib. Vəziyyəti ağır olan şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün elmi tədqiqat, travmatologiya və ortopediya institutuna təxliyə olunub, məlumatda qeyd olunub.